Hey o millət, hər vaxtınız xeyirli olsun. Bugün sizlərlə yanımızda 1300 kub bir sözlə mühərrik həcminə, CC-yə sahib bir, nə deyim bilmirəm. Yarış atı mı deyim, at bunun yanında heç nədir. Bir texnika deyim, bir gəmi mi deyim, nə deyim bilmirəm. 1300 kubluq Hayabusa yanımızdadır. Bildiyiniz kimi dünyanın ən sürətli motosiklı saymaq olar. Yəni ki, bir zamanlar ən sürətlisi olub. Bike deməyə də adamın dili gəlmir. Çünki belə bike olmur da. Yəni bu nədir özüm də bilmirəm. Bunun o əlin altında elə bil ki, bir dənə güc var. Bu gücü idarə eləməyə də ayrı bir beyin lazımdır. Ayrı bir beyin lazımdır, amma bu beyin nədir? Qardaşa görürsən heç nə olmayıb. Ümid varam sol tərəfdə motosikl dayanmışdı. Ümid varam ki, heç bir şeyə ehtiyacı yoxdur. Bir sözlə əlin altında atlar var, nə qədər desən. Qarabağ atları, nə bilim, ərəb atları, bütün atlar var və sən bu atları idarə eləməyə çalışırsan. Təbii ki, burada bir səhv 100 düzü aparır məsələsi deyil artıq. Burada səhv eləmə ehtimalın yoxdur. Yəni bu motosiklı sürəndə səhv eləməməlisən. Ümumiyyətlə bu motosikl yox, bütün motosikları sürəndə səhv eləməməlisən. Amma bu ayrı bir aləmdir də. Hal-hazırda belə deyim ki, oturuş pozisiyasına görə də məni çox yormur, açığı deyim. Mən əslində biraz da əyilməliyəm. Çünki bunun tələbi budur. Yəni biraz əyilməyini tələb eləyir. Çünki sport bike olduğuna görə oturuşu da belə deyim, əslində bunlar sport touring də demək olar da. Yəni uzaq yola da çox yaxşıdır. Yaxına da yarayır. Ona görə şəhər içində qızdırma problemi də çox yoxdur. Digər sport bike'lar kimi. Hələ ki ilk təəssüratımı deyim ki, çox anormal torku var. Mən hələ bunun torkunu tam test eləmiş deyiləm. Amma bu modeldə ABS var, traction control yoxdur mən bildiyim qədərilə. Təzələrdə var deyəsən traction control. Amma düzdür, mən heç vaxt həmişə dediyim kimi ABS istifadə eləyəcək səviyyədə tormuz vermirəm. Amma yenə də indi yəni var da, yəni niyə də yox ki, varsa niyə də olmasın ki? Qardaş Benda. Bendalar bu arada şəhərdə anormal səviyyədə artıb, tələbat artıb. Grand Moto sağ olsun ölkəni Benda eləyəcək bütöv. Bu təbii ki, müsbət bir şeydir. Grand Moto'da buradan salamlar olsun Grand Moto'dakı uşaqlara da. Adamlar işini bilir yəni. Həm müştəri ilə rəftarı bilirlər, həm də ki, ümumiyyətlə elə demək olar ki, Grand Moto mən daimi müştəriləriyəm. Heç bir xüsusi şeyim də yoxdur. Bu arada bir səs qulaq asarıq mı? Bir dənə səs qulaq asarıq mı? Bu səsi qulaq asmağa dəyərdir, açığı deyim. Amma belə deyim ki, paçalarım qızışıb. Bunu yay günündə şortiklə sürüm, nə bilim, belə eləyim, elə eləyim kimi düşüncələrdəsinizsə tövsiyə eləmirəm. Hələ bu havalar o qədər də belə deyim, isti deyil. Birazdan yəqin ki, daha çox qızacaq, daha çox paçalarımız yanacaq. Hayabusanın bu istiliyi normal bir haldır. Hələ siz bunun içini görəsiniz. Bunun alüminium falqalarla zadla nətər içini hörüblər. Siz onu bir dənə təsəvvür eləsəz, görərsiniz ki, hələ bu istiliyi nətər buraxır çölə. Bir damcı da olsa böyük bir şeydir. Yəni əslində fikirləşirsən ki, buraxmamalıdır. Gör orada nə qədər temperatur var ki, təbiidir bu. Yəni ki, gördüyünüz kimi 13.000 dövr çevirən bir mühərriki var və bu 13.000 dövr belə at gücünü tam bilmirəm. Hardasa 200-ə yaxındır deyəsən, 180-190-a yaxındır. Ağırlığı da çoxdur. Ağırlığını da bilmirəm. Hardasa 200-ə yaxındır elə bəlkə də. Ağırlığını tam olaraq yalan demiş olaram. Şəhər içi tıxacında təbii ki, sürmək dığ eləyər adamı, biraz ağırdır. Amma mənim ayaqlarım çox rahat yerə çatır. Hətta mən sizə deyim ki, MT-dən daha, MT-15-dən daha belə deyim, aşağıdır şeyi. Yəni oturuşu daha aşağıdır. Bu da ki, daha rahat idarə üçün belə deyim də adama şərait yaradır. Amma deyim ki, belə yüngüldür falan, MT heç müqayisə edilməsi bir şeydir öyle. Amma yəni nəyi demək istəyirəm? Mən ağırlıq və balansını müqayisə eləmək istəyirəm. Motosiklər olsa belə bir şeydir ki, yəni nə qədər ağır olur olsun, balansı düz tutandan sonra, motosiklı düz tutandan sonra o ağırlıq sizin heç nədir. Amma bunu enişdə, yoxuşda saxlamaq məsələsi biraz totoş istəyən məsələdir ki, bizim də totoşumuz var şükür. Toto kontrolumuz da var. Və belə istəyəndə də diviziyoniya eləyə bilirsiniz. Və mühərrikin öz səsi də çox gözəldir. Bu Zavodskoy, yəni ki, üzərində gələn nə səsdirsə odur. Yəni ki, artıq heç nə quraşdırılmayıb. Hələ onu ilə belə bunun səsi
o şey deyir, ana laylası, ana laylası. Yəni gəlirəm, burdayam deyir adama. Bəxtimizdən də tıxac dayanmır, yaxşıdır, tam dayanmış vəziyyətdə deyil. Bala-bala da olsa irəliləyirik. Görüm, indi bu əslində maraqlıdır mənim üçün ki, mən burada yorulacam mı, yoxsa yox. Hələ ki yorulmamışam. Biraz qollarımın tutuşuna öyrəşmədiyimə görə əlim biraz yorulub. Əlimin tutuşuna daha doğrusu özüm öyrədə bilməmişəm hələ özümü. Ona görə biraz belə çətinlik yaşaya bilərəm. O xanımdır, bizə yol vermə ehtimalı nə qədərdir bilmirəm. Əsas o da özümüzü qoruyaq. Deyir, əmanətə xəyanət eləməyək ana. Biz həmişəki kimi öz sürüşümüzlə davam eləyək. Multitorkdur, yəni anormal sürətlənməsi var. Təbii ki, bu bizi üçün üstünlükdürmü? Əlbəttə ki, uzaq yola daha üstünlük olardı. Təbii ki, çək ki, bunu elə götürüb hansısa bir rayona gedərdik. Arxamızdan bir dənə moped gəlir. Təbii ki, yol verək keçsin. Çünki o həm manevrası çox yüksəkdir, həm də ki, manevradan əlavə də mən bu motosiklə öyrəşməmişəm deyənə, ağırlığına öyrəşməmişəm deyənə, elə risklər də eləmək istəmirəm. Yəni, sağ-sol işləyə bilmərəm. İşləyə bilmərəm deməli, işləmərəm. Dediyim kimi, özümün olsa rahat basaram, aradan, oradan, buradan. Başqasının olanda istərsiniz, mən də başqasının malını ümumiyyətlə götürən deyiləm. Mən tövsiyə də eləmirəm ki, heç kimə motosikl verəsiz. Sözsüz ki, mən bunu Davernusdan, yəni qanuni olaraq götürmüşəm, amma məsələ onda deyil. Məsələ odur ki, motosikl silah kimidir. Düzgün istifadə eləməyi bilirsinizsə, sizi xilas eləyir. Düzgün istifadə eləməyi bilmirsinizsə, sizi öldürə bilir. Yəni, sizi və sizi cəhənnəmə, başqalarını öldürə bilərsiniz. Ona görə motosiklla heç vaxt zarafat eləmək olmaz və boyunuza görə, bir sözlə boynunuzun kirinə görə motosikl sürün. Bizim də boynumuzun kiri axırı azdan çoxdan xeyli olduğuna görə biz belə işlərdə yaxşıyıq da girişə bilirik. Belə gedirik da yavaş-yavaş görək başımıza nələr gəlir. Bir dənə, əslində bu bir növdə test drive olur. Hal-hazırda görürəm ki, temperatur normaldır. Nə mənada normaldır? Yəni təbii ki, bir 650 kubluq baykın temperaturunda deyil, paçaların bişir, amma ümumi baxanda, yəni bu qədər yavaş getməklə qızmırsa, demək ki, onda normaldır. Yəni bunun üçün çox da elə problem yoxdur. Mən bildiyim qədərlə hətta Hayabusalarda qızıb sönmək deyə bir problem yoxdur ümumiyyətlə. Buradan yavaş-yavaş sola yandıraq. Hələlik ki, çox ləzzət eləyir bir sözlə. Ola bilsin ki, mənim də əslində fikirlərimdən biri Hayabusa almaqdır. Çünki həqiqətən də Azərbaycanda motosikl klubu deyəndə ilk ağlıma gələn klublardan biri məhz Busamaniyadır. Məhz Busamaniyaya qoşulmaq üçün də bundan bir dənəsi olmalıdır. Və mən də bundan bir dənəsi olması üçün çalışıram əslində. Bunlar nə vardılar ümumiyyətlə? Maraqlıdır. Nə elədiklərini bilmirəm, amma nəsə elədiklərinə əminəm. Nə olub əmoğlu? Qarşıda radar var. İşə gedir bu arada. Gedək görək işdəkilər kim var. Görməmişim bir Hayabusası oldu. Dartdı Koçdelin, qopartdı həngi. Deməli, Fəxridir bu. Fəxri də ölmüş. Fəxri motosikl maşınına oxşadı amma. Biri də ölü bu. Heç nə, bir balaca şəhərdə tur eləməliyik ki, biz görək nə var, nə yoxdur bu motosiklla. Yəni, niyyətimiz o yerədir. Musiqi də gəlir. Da. Qabağa gedək, qabaqdan dönək. İnsaniyyətimizdə itirməmişik. Motosikl aldıq deyən totoşumuz şişməyib də yəni.
Məndə yaxşı Hayabusa yoxdur, sən ol. Yaxşı Hayabusam yoxdur. Quduraram hemen. Allah'ım kudurt məni. Kudurt məni. Bu nədir? Bu nədir? Bu nədir amoğlu? Hayabusa adı mı bu? Həqiqi mənada mototsiklin üzərində elə bil ceyrandır da, yəni bir dənə güc, bir dənə hissiyat var ki, təsəvvür eləyə biləcəyiniz bir şey deyil də bu. Dönüşdəki rahatlığa baxın hələ. Qorxutdu. Mədəni şəkildə sürəndə nəfəs ala bilmirəm bəzən. Yəni normaldır bu. Yəni yüksək sürət deməyək də, yəni biraz motosikl fərqli olanda adam özünə olan inamı təzələməyə vaxt alır. Bam bum bam bum bam bum bam bu CC bayaqdan ordadır. O niyə ordadır görəsən? Niyə getmir əmoğlu? Bu arada bir şey deyim, balansı o qədər yaxşıdır ki, çox əladır da, yəni idealdır da, yəni. Yəni mən niyə bu almıram? Beni bu sualı özümə verirəm. Niyə bu almıram mən? Ah! O kim idi? Yani kardeşim Hayabusa ile yok da ne olar, kurban olun. Ne ile dersen M3 özdə. Ah, bu nə yaşayışdı belə? Sadəcə mən əslində test edirəm də, başqa bir şey eləmirəm yəni. Nə rahatlıqdır bu? Testten keçdi. Hayabusa testten keçdi. Hayabusa alırıq uşaqlar. Benzindəki sortuqlayır. Bunu da deyim biləsiniz. So, qaydaq orada. Mərə buradan belə qaydaq elə. Qardaş gələn kimi biz bir həftəyə gelib satarıq. Dəli, dəli.
Gerək qabaqdan dönək, sağla gedək, təzədən gedək, Aznef tərəfdən fırlanaq. Sonra biz yavaş-yavaşdan motosiklə həm də arada bir qaz verim. Beyni çöndü əmoğlum. Güzgülər mənim ayarımda deyil. Adamı yormur əslində. Mən bayaq fikirləşirdim, prosta əl öyrəşdikcə. Bilirsiniz, əsas məsələ odur ki, sən nə motosikl sürürsən sür, əsas odur qaz həssasiyyətini əlin öyrəşməyini çəkməlidir. Bu nə bilim 5 dəqiqə olar, 10 dəqiqə olar, bəzi adamlarda 20 dəqiqə olar, bəzi adam var 40 ildə olsa yenə öyrəşə bilmir. Ona görə biz indi öyrəşdik məsələ buna. Yəni əl öyrəşəndən sonra demək olar ki, motosikl məntiqi eynidir, beyinlə sürmək məntiqi eynidir. Bu arada burada deməli Hayabusa niyə mənim üçün çətindir? Çünki mənim dalım Hayabusa sürəcək qədər yekə deyil. Yəni mənim əslində arxamın düşəcəyi yer gör burada nə qədər 2 dənə mənim Türkün məsələ totomdan otursa burada yenə də hələ tam oturmayacaq. Yəni elə fikirləşin. Yəni o mənada biraz Caucasian bro eləmiş ola bilərəm. Amma bu nə rahatlıqdır qardaş. Bu nə motosikildir? Bu nə özü gedirəm, mən heç nə eləmirəm. Bu motosikl nədir belə? Çox qəribə bir hissiyatdır. Bunu təsəvvür eləyə bilmirəm. Bu nədir? Atdır, dayqırdır. Nədir bu? Eşşəkdir. Banan qabığıdır. Nədir? Başa düşə bilmirəm. Allah'ın olsun. Çox ləzzətlidir də. Yəni bunu nətər deyim? Elə bil ki, bu dəqiqə Snickers'da çay içirəm. Yəni bəlkə də okey də mənim belə deyim. Nə bilim H2 sürməmişəm Kawasaki. Nə bilim bu segmentdə olan superbike'lar R1 sürməmişəm, R6-dan yuxarı motosikl sürməmişəm. Onun da bu təsiri ola bilər, amma digər super sport bike'lar bunun kimi rahat oturuşa sahib deyil. Bunun da təbii ki fərqi var. Bunu da deyim, bilin. Yəni ki bu Hayabusa'da olan rahat oturuş digər superbike'larda yoxdur. Superbike'ların çoxunda belə boranı qabığı kimi oturursan, çox çətindir oturuşu. Bu amma nə deyim mən? Nə deyim? Özünüz görürsünüz də, buna nəsə deməyə ehtiyac yoxdur. Hərarətimiz normaldır, hətta yaxşıdır. Biraz sıxdıq deyənə soyudu. Bir dənə problemimiz bilirsiniz nədir? Güzgülərimiz ayarlı deyil. Mən güzgülərin ayarını pozmaq istəmirəm. Amma pozmalıyam. Çünki sürüş keyfiyyətimi artırmaq üçün mütləq dərəcədə bunu eləməliyəm. Onun torkunu görürsə adamı nətər itəlir. Çox da qaz verib birdən-birə şey eləmək istəmirəm. Torku çoxdur. Qabağa qalxar, məni aşırdar, min cürə şey ola bilər. Yəni ona görə deyirəm ki, motosikl ağılla idarə olunurdu. Yəni motosikl elə əlimə düşdü, maksimum dövrə qaldırım, it kimi geçsin falan filan kimi məntiqi yoxdur. Motosikl ağılla idarə olunma söhbəti də bundan irəli gəlir. Yəni motosiklı o səni idarə eləməli deyil, o ağıllıdır. O səndən əmr gözləyir, sən onu idarə eləməlisən. Sənin də beynin olmalıdır ki, onu idarə eləyə biləsən. Beynin olmayandan sonra onu idarə eləyə bilmirsən. Ona görə normaldır yəni. Burada
prosto mən bilirsiniz niyə əllərim ağrıyırmış? Normal otura bilmirdim ona görə. Öyrəşmişəm dombalıb oturmağa, sizdə rahat oturmağa. İndi Naked'dan gəlib buna minəndə adam biraz qımışır axı. Sən mənə bu şeytan arabası deyilən şey buymuş. Atalarımız deyir, motosikl şeytan arabası. Ha, nə motosikl? Yəni 1000 kubdan yuxarı motosikillər hə, şeytan arabasıdır. Minə kimi başım buraxın. Yəni bunu ən azından bunu sürəndən sonra hiss elədim ki, həqiqətən də sən demə biz motosikl sürmürmüşük də. Yəni gündəlik sürüşümüzdən gedir də söhbət. Yəni əslində şəhər üçün bu çoxdur, açığı deyim də. Yəni bu aşırı çoxdur da. Yəni şəhər bu güzgüləri hələ də tam regulovka eləmiş deyiləm. Şəhər üçün bu lap çoxdur, amma qızmırsa niyə də yox da, niyə də bu torka bir sahib olmayaq, bax əmoğlu. Niyə də bu vəhşi kimi gedən texnologiyaya bir sahib olmayaq. Biz nə etməliyik deməli? Qabaqdan bir dənə divijen eləyəcək, az nefti quruqlayıb təzdən bu tərəfə gələcək. Çünki bir şeydə test eləyirəm açığı, motosiklın qızma dərəcələrini və s. və elə axır belə şeyləri də test eləmək lazımdır. Piyada keçidinə də baxaq. Piyada keçidinə gələndə həmişə yavaşlayın əziz dostlarım. Fərqi yoxdur adam oldu, olmadı. Bəlkə də hansısa görünməz bir maşının arxasına adam çıxacaq. Ona görə yəni elə şeyləri nəzərə alın və həmişə Dalnisi çox qəşəng yerdədir. Normalda bütün motosiklərdə olan yerdədir əslində. Prosto biz də buna şərik. Bu qardaş nağay ruh elə başa düşənmədim. Soldan sağa mı keçir, sağdan sola mı keçir? Elə bir atılım yoxdur da, nə əmoğlu? Güzgülər biraz narahatdır. Güzgüləri gələ mən normal görmək üçün belə əyilməliyəm. İndi onu bir yerə çatanda düzəldərik artıq. Çox da özümüzə naqroska verməyək. Bir dənə əmoğlu, bir dənə yol ver zəhmət olmasa. Burada siqnal və şey eləyə. Burada qızması da normaldır. Yəni 1300 kuba görə yaxşı qızır. Yəni mən söhbət şeydən getmir də, ayağımı, paçamı yandırmaqdan getmir. Söhbət bu dəqiqə şeyin qızmağından gedir. Yəni nədən gedir? Söhbət mühərrikin qızmağından gedir. Mən burada temperaturla baxıram. Yəni 1300 kuba görə çox əladır. Yəni mən deyirdim ki, indi bu dəqiqə partlayacaq, eləyəcək, nə bilim, dağılacaqdan da gəmi cırılacaq o şey demiş. Qaqa gəl yanıma, nə olar? Bunun ən böyüsünü bilirsin nədir? Görüntüsü var motosiklın, həzaməti var, bir də torku var da. Yəni dilinə görə dilçəyi var da. Yəni şey deyil də, yəni görüntüsü olub getməyən bike deyil də. Yəni bundan oyna yoxdur da. Yəni təbii ki, indi hər kəs öz bike'ını tərifləyəcək, o heç. Altda da heç kim yazmasın. İndi qoyun kasıb adamıq da, qoyun xəyallarımı qırmayın da, nə olar ki? Kasımın da öz kiçik dünyasında öz xəyalları olur da. Niyə qırırsınız ki mənim xəyallarımı? Mənim də özümə görə bir xəyallarım var, özümə görə bir sevincim var. Həyatdır da, nə qayrım mən? Arxamızda polis əmi gəlir. Polis əmi, nə qayırsan? Mədəni şəkildə gedirik. Ana, məndən mədəni Hayabusa görə bilməzsən bu dəqiqə. Yəni, mən olsa, əziz dostlar, mən bilirsiniz ki, mən olsa çox qayda qanun pozan deyiləm də. Qoy, məsələn, buna yol verək. Çox qayda, ümumiyyətlə, çox yox, qayda qanun pozan deyiləm də. Çalışıram həmişə mədəni şəkildə sürüş eləyim. Və yenə də o mədəniyyətimi qoruyuram da. Özünüz də görürsünüz ki, maksimum saxlayıram ki, mədəniyyətim yerində qalsın. Da neyinin bundan oyna sizin üçün, yəni? Bundan oyna qayrım, mədəniyyətimi bundan oyna necə qoruyum? Yəni, hamının qaydalara tam əməl eləyərək, tam şəkildə
Buradan qalxaq, buradan belə qalxaq. Yox, biz çünki bir şey baxırıq da. Döngəyə zada girməyinə baxırıq ki, necə girir bu döngəyə. Quruğa necə girir də ana? Açığı deyim, döngəyə girməyinə baxın. Sən camına bax. Nə tərs? Tapınla oyna, neyniyim mən? Bu arada qıza fikir verməyim, mahnının qızıdır, yəni mən şəkil deyil o. La 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 la. Mahnı çox anası egahı gedir. Bəyənmədim mahnını. A. Oya, bu nə mahnıdır? Sən mənim YouTube səndən zəhləm gedir də YouTube. Sən öl, yəni xarici mahnıların içinə o ana şeyi nətər saldı o Qıjrovka mahnını başa düşmədim də yəni. Çox rahatdır axı, bu niyə motosikl belə rahatdır? Bura bas yolu zad deyil axı, burada niyə qaçır cəmaət? Çox adam da qayda qanun bilmədiyinə görə yollardan qaçır. Yavaş, yavaş, yavaş. Bu nə boyda şeydir, belə ustam olar, Qəşəng bir hissdir. Eşq yaşadım, eşq. Mənə Hayabusa alın. Ey Busamaniya, mənə bir dənə Hayabusa alın. Bir əbədi olaraq reklam işləri özmənlik. Qəribə bir təklif oldu. Bir dənə nə olar, bir dəfə qazı verək də. Əmi oğlu, qorxmursan? Yox. Get görək, bacı oğlu, get gör. Beğendin dayı. Beğendin.
başladıq. Gecə bu kanı qoyduq yerinə. Həqiqətən də yorulduq. Bir bak benzini soğutladıq, təzədən bir bak benzin vurduq. Yəni birazdan bir balaca diviziyoniya. Çox mühtəşəm işlərimi deməyin ehtiyacı yoxdur. Siz özünüz yaxşı bilirsiniz.